Günlərin bir günü Musa Peyğəmbər həmişəki kimi öz tayfasının arasında idi. Tayfasından bir nəfər ondan, "Ey Allahın elçisi, yer üzündə səndən bilikli insan varmı?" deyə soruşdu. Elminə arxayın olan Musa, "Belə bir adam yoxdur" cavabını verdi. Rəbbi bu cavabına görə Musanı çox qınadı. Çünki o sualın cavabında bu haqda bilgi yalnız Allaha məxsusdur deməli idi. Elə bu zaman Allahdan Musaya bir nida gəldi. "Ey Musa, elm böyük bir nemətdir. O yalnız bir nəfərə verilə bilməz. Bil ki, səndən də artıq biliyi olan kəs vardır." Musa o adamın kim olduğunu soruşduqda uca Allah buyurdu: "İki dənizin qovuşduğu yerdə o bilikli adamla görüşəcəksən. Elə isə zəmbilə bir balıq qoyub özünlə apar. Balığı itirdiyin yerdə bilik verilmiş həmin kəsi tapacaqsan." Beləcə, Musa zəmbilin içinə bir balıq qoyub, xidmətçisi Yuşa bin Nunla səfərə çıxdı. Bir qayanın yanına çatdıqda onu yuxu tutdu. Elə bu vaxt birdən-birə yağış yağdı. Zəmbildəki balıq dirilib dənizə düşdü. Musa və dostu yuxudan ayılıb gecənin qalan hissəsini də yol getdilər. Səhər açılmışdı. Musa xidmətçisinə, "Bu səfər bizi lap əldən saldı. Həm də yaman acmışam. Nahar üçün götürdüyümüz zəmbildəki balığı gətir, yeyək" dedi. Yuşa bin Nun başını aşağı salıb xəcalət dolu səsi ilə zəmbili qayanın dibində unutduğunu söylədi. Musa axtardığı yerin həmin qayanın dibi olduğunu anlamışdı. Anlamışdı ki, bilik verilmiş o adamla elə o yerdə görüşməlidir. Odur ki, öz ləpirlərinin izi ilə birlikdə geri qayıtdılar. Qayanın yanına çatdıqda bir nurani kişinin onları gözlədiyini gördülər. Musa ədəb-ərkanla salamlaşdı. Kişi ona, "Sən İsrail oğullarına göndərilmiş peyğəmbərsən, adın Musadır" dedi. Musa onun dediklərini təsdiqlədi. Musa qarşısındakının Allahın barəsində danışdığı həmin bilikli adam Xızır olduğunu anladı. Musa Xızıra, "Mənə bildiklərindən öyrət, səninlə birlikdə yol getməyə icazə ver" dedi. Xızır isə Musaya, "Sən əgər mənimlə bərabər yol getsən, sona kimi səbr edə bilməzsən" söylədi. Musa nə olursa olsun səbr edəcəyinə, gördükləri barədə susub sual verməyəcəyinə söz verdi. Xızır onunla razılaşan kimi birlikdə yola düşdülər. Onlar gəmilərinin olmadığı üçün dəniz sahili ilə piyada gedirdilər. Birdən bir gəmiyə rast gəldilər. Gəmidəkilərdən onları da gəmilərinə götürmələrini xahiş etdilər. Bir qədər getmişdilər ki, Xızır gəminin göyərtəsindən bir taxta qopardı. Musa narahat halda, "Sən axı nə edirsən? Sən gəminin batmasını istəyirsən? Axı onlar bizə yaxşılıq etdilər. Biz piyada əziyyətlə gedərkən öz gəmilərinə mindirdilər" dedi. Xızır, "Bəs mənim etdiklərimə görə səbr edəcək, heç bir sual verməyəcəkdin. Axı mən səni xəbərdar etmişdim" dedi. Musa verdiyi vəd barədə unutduğu üçün çox utanmışdı. Nəhayət, gəmi limana yaxınlaşdıqda onlar gəmidən endilər. Yenə də piyada yollarına davam etdilər. Yollarının üstündə uşaqlarla oynayan bir oğlan uşağına rast gəldilər. Xızır dərhal həmin uşağı qətlə yetirdi. Bunu görən Musa, "Sən məsum, günahsız bir cana mı qıydın? Doğrudan da sən çox pis iş gördün" deyə Xızırı qınamağa başladı. Xızır yenə də ona, "Mən sənə demədimmi ki, mənimlə birlikdə yola çıxsan, etdiyim əməlləri gördükcə dözə bilməyəcəksən?" Musa yenə səhv etdiyini anladı. Mərhəmət hissindən dözməyib, verdiyi bu suala görə onu qınamamasını xahiş etdi. "Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmərsən" dedi və üzrxahlıq etdi. Xızır bu dəfə də ona anlayış göstərib yanında qalmasına icazə verdi. Onlar birlikdə piyada yollarına davam etdilər. Çox yorğun halda bir kəndə yetişdilər. Aclıq, susuzluq onları lap əldən salmışdı. Özləri ilə nə yeməkləri, nə də yemək əldə edə biləcək pulları var idi. Kəndin mərkəzinə çatıb, kəndlilərdən yeməyə bir şey istədilər. Heç kəs pulsuz olan bu yolçulara yemək vermək istəmədi. Çarəsiz halda yollarına davam etdilər. Qarşılarına əyri və divarları az qala yıxılan bir ev çıxdı.
Xızır tez torpaq və su gətirib palçıq hazırladı. Musanın da yardımı ilə birlikdə aşmaq üzrə olan divarı düzəldib evi bərpa etdilər. Musa yenə də verdiyi vədi tuta bilmədi. Bu kəndin əhalisi bizi ac qoydu, yemək içmək vermədi, az qala bizi qovdu. Sən isə əvəzində kəndlilərin evini bərpa edib onlara yaxşılıq etdin. Axı niyə? Mən heç sənin etdiklərini anlaya bilmirəm deyə sual verdi. Xızırın nurlu üzünə təbəssüm qondu. Məncə artıq ayrılmaq vaxtımız çatmışdır. Sən sözünün üstündə dura bilmədin. Dözməyib hər etdiyim əməlimə görə mənə sual verdin. Musa vədinə xilaf çıxdığını bilirdi. Amma bu dəfə bilərəkdən Xızırı sorğuya çəkmişdi. Onunla səbr edə bilməyəcəyini anlamışdı və yollarının ayrılmasını istəmişdi. Musa Xızırla birlikdə yoluna davam edə bilməyəcəyi üçün belə etmişdi. Musa bütün bunları düşünməkdə idi. Elə bu vaxt Xızır yolçuluqları boyu etdiyi hərəkətlərin sirrini bir-bir açıqlamağa başladı. Bizə kömək edib gəmilərinə mindirən kəslərinin gəmisini deşməyimin səbəbi var idi. Belə ki, o gəmi dəniz ticarəti ilə məşğul olan bir neçə kasıb adamın idi. Gedəcəkləri limanda yaxşı vəziyyətdə olan gəmiləri zorla sahiblərinin əlindən alan bir zalım hökmdar yaşayırdı. Mən gəmini deşəndən sonra gəmi yararsız görünəcək və sahiblərinin əlindən alınmayacaqdı. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. Mən ona baxanda, həddi buluğa yetişəndə dinsiz biri olacağını gördüm. O böyüyüb əməli salih valideynlərini də öz ardınca apara bilərdi. Odur ki, Allah onun əvəzində onlara daha əməli salih, mərhəmətli mömin bir övlad vermək istədi. Bizə pislik edib su belə verməyən kənd əhlindən bir nəfərin evini bərpa etməyimin də səbəbi var idi. O ev həmin kənddə yaşayan 2 yetim uşağa məxsus idi. Evin divarının altında atalarından onlara miras qalan qızıl xəzinə var idi. Xəzinəni isə böyüdükdən sonra götürməli idilər. Əgər həmin evin uçmaqda olan divarını düzəltməsəydim, o aşar, kəndlilər xəzinədən xəbər tutar və yetimlərin əlindən alardılar. Musa bayaqdan təəccüblə izlədiyi, heyrət etdiyi hadisələrdən yaranan sualların cavabını anlamışdı. Eşitdiklərinə daha da heyrətlənmişdi. Onun bu halını görən Xızır dedi: Ey Musa, mən bunları öz-özümdən etmədim. Mən Allahın əmrini yerinə yetirdim. İndi isə sənin səbr edib dözə bilmədiyin şeylərin yozumunu sənə bildirdim. Musa bu bilikli adamdan çox elm öyrənib yolunu ayırdı. Bu hekayə uca Allahın elm sahibi olduğunu göstərməklə yanaşı, istədiyi kəsə elm verməsini də göstərir. Ən əsası, bu hekayə zahirən zərər görünən hadisələrin batinən xeyir ola biləcəyinə bir işarədir. Həmçinin Allahın hikmətindən sual olunmayacağının göstəricisidir. Bu isə başımıza gələn hadisələrdə bir hikmətin olduğunu düşünməyimizə, hər işdə bir xeyir vardır düşüncəsində olub, səbr və ümid etməyimizə işarədir. Bu hekayənin mənbəsi Kəhf surəsinin 60-dan 82-yə qədər olan ayələrindən götürülmüşdür.